Qaynananın ürəyinə yol mədəsindən keçir. Siz də qaynananızın ürəyinə yol tapmaq, sevgisini qazanmaq istəyirsinizsə, mütləq ona belə bir süfrə açmalısınız. Qaynanam işdən gələnə kimi mən də ona kuru fasulye və yanında plov hazırladım. Öncə ağ lobyanı gecədən ıslatmışdım. Səhəri də ilk işim bişirmək oldu. Lobya bişdikdən sonra soğan qovurursunuz. Üzərinə də istəsəniz xırda doğranmış mal əti və ya filə əlavə edə bilərsiniz. Soğanla toyuq filesi qovrulduqdan sonra üzərinə 3 xörək qaşığı qırmızı biber tomatı əlavə edirsiniz. Ən sonda isə bişmiş ağ lobyamızı əlavə edib yaxşıca qarışdırırsınız və duz istiotunu vurub dərinə çıxana qədər də su əlavə edib vamxodda bişirirsiniz. 10-15 dəqiqəyə hazırdır. Keçirik indi isə plovumuzu hazır etməyə. İlk öncə arpa şehriyəni qızarana kimi yağda qovurursunuz. Sonra isə yuyulmuş düyünü üzərinə əlavə edirsiniz. Zövqə görə duz istiot əlavə edib üzərinə çıxana qədər də su tökürsünüz. Vamxodda göndərirsiniz bişməyə. Dedim ki, ikisi bir yerdə, həm kuru fasulye, həm yanında plov, həm də yanında turşu ilə o qədər gözəl olur ki, tək qaynananızın yox, bütün ev əhlinin qəlbinə yol taparsınız bu yeməklərlə. Siz qaynananızın qəlbinə yol tapmısınız, yoxsa yolu çoxdan itirmisiniz? Mütləq fikirlərinizi şərh bölməsində qeyd edərsiniz. Qaz sobasında təmizləyib vlogumu sonlandırıram. Hər zamanki kimi bu səfər də seçimim Sleepy'nin yağ sökücüsü oldu. Həm dərindən yağ ləkələrini təmizləyir, həm də ki parlaqlıq verir. Sizlərə də ürək rahatlığı ilə tövsiyə edirəm. Videonu yaddaşa verib yaxınlarınıza da göndərməyi unutmayın. Gələn vloqlarda görüşənədək özünüzə yaxşı baxın. Səhifəmizi izləyin ki, gələn səfərki vloqlardan xəbərdar olasınız. Göz haqqınızı halal edin. Hələlik.